Bir nurani hədis deyim, nurani bir adamdandır. Həzrət Əli əleyhissalamdandır ki, onun oğlunun əzasına gəlmişik. Əli əleyhissalamın dilindən bu hədisi deyim sizlər üçün təbərrük olsun bu məclis üçün. Aqilin tərifidir Əlinin dilindən. Ən ağıllı adamlardan biri Əlidir. İkincisidir Peyğəmbərdən sonra. Ağlı tərif edir. Ağıllı kimdir Əlinin nəzərincə? Buyurur Əl-aqilu mən la yazi'u ləhu nəfəsən fima la yənfəuhu. Buyurur ağıllı adam o adamdır ki, bir dənə nəfəsini də, bir nəfəs alıb vermək, bir nəfəsini də ona faydasız işə sərf eləmir. Gör, nə əla tərifdir. Bir nəfəsi də o işdə sərf olmur ki, ona faydası yoxdur o işin. Yəni ömrünün hər dəqiqəsinə bax, o işin başındadır ki, ona xeyri var. Xeyirsiz işin dalıcadır. Ürəyim istəyir, məntiqi ilə yaşamır. Hansı işdə fayda görür, o işin başındadır. Bir nəfəs də heyfdir, faydasız işə sərf eləyəsən, Əlinin məntiqində. Bir alimlərdən biri oturub, filosoflardan biri, tələbəsi ilə. Tələbə götürür, yarpağı qopardır ağacdan. Müəllim baxır, deyir, bu işi niyə gördün? Deyir, elə belə. Deyir, o bir yarpağı qopardacaq qədər ağılsızsan. Bir yarpağı da elə belə didinsə, hər hansı bir işində elə belədirsə, o qədər ağılsızsan. Öz ağlının meyarını bil, qiymətini, dəyərini. Yəni, nə qədər mənasız iş görürsən, o qədər ağılsızsan, ağıl yolundan azmısan. Ağıllı adamın hər hərəkəti, hər nəfəsi, hər baxışı, hər işi özünə fayda gətirir. Xeyirci işlədir həmişə. İmam Sadiq əleyhissalamın Ünvan-ı Bəsriyə nəsihəti var. 90 yaşda bir kişi gəlir İmam Sadiqin huzuruna, xeyli vaxtdan sonra imam onu qəbul edir ki, hazırlaşsın, sonra da nəsihət eləyir. Nəsihətini də eləyir, qutarır, deyir, dur get ki, mən vaxtıma qarşı çox xəsis adamam. Adam vaxtına xəsis ola, bu fəzilətdir. Vaxtımı boş yerə sərf eləmərəm. Nəysə, onu Əllamə Qazi rəhmətullahi aleyh deyir ki, hamınız yazın, həftədə bir dəfə heç olmasa Ünvan-ı Bəsriyə olan məktubu oxuyun, nəsihəti oxuyun. Orada bir cümlə söz deyir İmam Sadiq əleyhissalam, bəndəlikdən danışır. Buyurur, bəndə o adamdır ki, bir an ömrünü tələf eləmir. Ömrünün bir anını da tələf eləmirsə, boş işə sərf eləmirsə, bu Allahın bəndəsidir. Ömrünün hər anı onun üçün faydalıdır. Bu sərmayədir, veriblər bizə, hərəmizə 50 il, 60 il, 40 il, 30 il sərmayə veriblər, deyiblər bir dəqiqəsini zay eləməsən, oldu Kovsər. Kovsər, yəni xeyir, bərəkət. Ömründən maksimum faydalanasan, ağıllı adamlar belədir. Saatlarla günü hədər eləyəsən bizim kimi boş-boş işlərdə, bu ağılsız adamların əlamətidir. Bizim deyəndə özüm nəzərdə tuturam ki, sizə təhqir olmasın. Hər hərəkəti qiyamətdə soruşacaqlar, hər hərəkət. Elə bilir, ancaq günah soruşacaqlar. Biz deyirik ki, günah deyir ki, eyb yox. Bizim bəzən məntiqimiz budur. Amma qiyamətdə hesab bilirsiniz nə üstündədir? Əməl, niyə? Ürəyim istəyib, ya ağlım deyib. Buna bizim şəxsiyyətimizə qiymət verəcəklər. Buna əsasən. Hər hərəkəti qiyamət mizanında gətirəcəklər, deyəcəklər, niyə elədin? Niyəsinə ağıl təsdiq eləyibsə, qəbul, yoxsa yox. Bu əsasda bizə qiymət verəcəklər. Təkcə günah mühasibə eləməyəcəklər orada. Və sözümü yavaş-yavaş nəticəyə tərəf aparmaq istəyirəm. Ağıl mənfəət tələbdir, hesablayır, eşqdə hesab yoxdur. Eşq hesablamır, eşqdə mənfəət yoxdur. Eşq fədakarlıqdır. Ağıl isə hesablayır, xeyir, ziyan axtarır. Eşq isə xeyir, ziyan axtarmır. Eşq xeyir gütmür. Eşq məşuqu düşünür. Amma ağıl deyir, mənə xeyircisi nədə onu eləyim. Deyirlər, bu cəhətdən müxalifdirlər bir-birinə. Bu sözdə bir qədər həqiqət var, amma bunu deyim ki, aşiqə də hesab kitab lazımdır. Aşiqə də hesab kitab lazımdır. Ağıl aşiqə lazımdır. Ağıl aşiqin vacib şərtidir, eşqin birinci şərtidir. Necə? Dünən dedim birini. Dedim, ağıl ilk növbədə eşqin ünvanını göstərir. Eşqi kimə yönəldməlisən? Ona ağıl deməlidir adamı. Ağıl deməsə eşq batil eşqdir. Ağıl deməlidir ki, hesabla gör kimin ləyaqəti var sevilməyə, onu sevəsən. Burada ağıl lazımdır. Ağıl olmasa eşq puç yerlərə bağlanacaq. Ağıl istiqamət göstərir, ünvan göstərir eşqə ki, kimi sevəsən, kimə bağlanasan, kim sevilməyə daha çox layiqdir. Bax sevdiyin şeyə, bu aradan gedən şeydirsə bağlanma, əbədidirsə bağlan. Prinsip budur. Ağıl bunu deyir, ağıl hesablayır. Eşqin bacardığı işdir bu. İbrahimdən danışır Quran, İbrahim əleyhissalamla.
Bu deyəsən Ən'am surəsindədir. Ən'am surəsindədir. Deyir elə ki gecə aləmi bürüdü, İbrahim ulduz gördü. Ulduzlara baxır. Qal, haza Rabbi. Dedi, bu ulduz mənim Rəbbimdir. İbrahim ulduzpərəst olmayıb ha. Bu məntiqi gətirir. Quran məntiqi gətirir. İbrahimin məntiqini. Ulduza baxdı, dedi, haza Rabbi. Bu mənim Rəbbimdir. Qulaq asın sözə. Fələmmə əfələ qalə la uhibbul afilin. Elə ki ulduz yoxa çıxdı, səhər açıldı, itdi. Məntiqdir, sadə bəyan eləyir ali məntiqi. Ulduz itdi, dedim mən itən şeyləri sevmirəm. Quranın gözəlliyinə baxın, necə sadə bəyan eləyir. La uhibbul afilin. Batıb itənləri sevmirəm. Ayı gördü, dedi, aydı bəlkə mənim Rəbbim. Ay da yoxa çıxdı, dedi, yox. Gün bu ondan daha böyüdü, günəş. O da itdi, dedi, yox. Bunu görəndə baxdı qövmünə, dedi, qalə ya qavmi inni bəri'un mimma tuşrikun. Mən sizin şərik verdiklərinizə nifrət eləyirəm. Bunlar hamısı şəriklərdir, nifrət eləyirəm. İnni vəccəhdu vəcihiyə lilləzi fətərəs səmavati vəl-ərz və ma ənə minəl müşrikin. Mən üzümü ixlasla döndərdim aləmlərin Rəbbi olan Allaha və mən müşriklərdən deyiləm. Mən tapdım məbudumu, eşqimi kimə yönəldim, ona dəlillə əldə elədim ki, itib gedən şeylər sevilməyə layiqdir. Ağıl gəldi, eşqin əlindən tutdu, istiqamət verdi, İbrahim oldu aşiq. İbrahim eşqini kimə yönəltməlidir, onu ağıl və məntiqlə hesabladı. Görürsən, aşiqə də ağıl lazımdır. Ağıl gərək istiqamət verə. Aşiq ağıllı olmasa eşqi hədər olar. Bir dənə də aşiqə ağılın lazım olmağına, bir dənə də söz deyim, sözümü tamamlayayım yavaş-yavaş. Eşq deyir, eşqin sözü budur. Özü fəda elə məşuqa. Bu eşqin sözüdür. Aşiqlər harda görmüşsünüzsə, onun ən böyük arzusu budur ki, məşuqu razı salsın. Onun üçün nə qədər fədakarlıq eləsə az bilir. Bu eşqin şuarıdır. Eşq deyir, özü fəda elə məşuqa, ağıl deyir, diyan, sənə yol göstərim. Hesablama lazımdır burada da. Hesablama lazımdır. Mən sizə sadə misal deyim, dünya məhəbbətindən, dünyada olan məhəbbətdən deyim, siz özünüz əlaqələndirin o ilahi eşqlə. Bir cavan oğlanda anası deyir, oğlum get bir hədiyyə al. Ana kimi üçün, qonşuda bir nəfər var, onun üçün məsələn. Deyir, ana bax gör evdə bir şey var, özüm ver də, mənim vaxtım yoxdur, işlə məşğul olmalı. Birdən bu cavan oğlan birinə aşiq olub, indi ona hədiyyə almalıdır. Saatla gəzir dükanları, baxırdı bu yar-yar, yox, bu xoşuna gəlməyəcək. Neçə saat gəzir, hesablayır, bu rəngindən xoşu gələr, bu onu razı eləyər, bu onu qane eləyər. Fədakarlıq eləmək istəyir, ağıl yolunu göstərir ki, nəyi verəsən ki, xoşuna gələr. Nə verəsən xoşuna gələr. Aşiqə ağıl lazımdır ki, hesablasın, nəyi və necə verəsən ki, xoşuna gələr. Hüseyn Allah aşiqidir, amma son dərəcədə aqil adamdır. Oturur hesablayır, nəyi aparım, Allahın huzuruna məndən xoşu gəlsin, bu eşqi məndən qəbul eləsin. Ən çox istədiyim, ən qiymətli şeylərim hansıdır? Biri Əli Əkbərdir, biri Əbəlfəzdir. Bunlara könül bağlamışam, könlümün bağlarını qırıb təqdim eləyəcəm məşuquma. Burada ağıl hesablayır, nəyi verəsən məşuqa. 6 aylıq Əli Əsqərim ürək bağladığım kəslərdən biridir. Aparır, təqdim edir. Hesablayır, ən dəyərli şeyləri təqdim edir məşuquna. Görürsən, aşiqə ağıl lazımdır. Eyni zamanda bir tərəfinə də işarə eləyim, Əli Əsqəri özünlə niyə aparırsan deyənlərin cavabı da hazırdır. Çünki iş çox ağıllıdır, gəlir başqa şeylərə də təsir qoyur. Bilirsiniz niyə görə aparıram? Birdən başqa roizələr kiməsə təsir qoymasa, Əli Əsqər roizəsi yandıracaq, göz yaşı tökəcəklər, təmizlənəcəklər. Onu da bəhanə eləyirəm ki, gəlsinlər mənə tərəf. Bu göz yaşı axıtsınlar ki, bundan da keçmək olmur. Bu da hamını yandırır. Biganə adama da desən 6 aylıq uşaq şəhadətə çatıb o vəziyyətdə onları da yandıracaq. Orada da düşünür ki, hansı vasitələrlə qəlbləri çəkim haqqa tərəf ki, yansınlar, təmizlənsinlər. Çünki bu əzada insanlar təmizlənir. Onu o vaxt düşünüb. Bu iki.
Üçüncü mənfəəti nədir? Üçüncü mənfəəti budur ki, düşmənin rəzilliyini başqa cür göstərmək olmaz. Gərək Əliəsğəri aparasan ki, cəmaat bilsin ki, qiyamətə qədər haqqın düşmənləri belə adamlardır ki, hətta südəmər uşağa da rəhm eləməzlər. Gərək düşməni də tanıtdırmaq üçün onu da aparsın. Döyüşçü döyüşçünü öldürübsə deyəcəkdilər heç. Amma burada 6 aylıq heç bir günah olmayan uşağı da aparır ki, o zalımın da iç üzünü açsın. Bu da məsələlərin ictimai tərəfi. Bugün görürsən, necə körpə uşaqların qanını tökürlər. Müqavimətin nəticəsində onların iç üzü asılır. Müqavimət olmasaydı, deyərim, yox, bunlar bu işi görməzlər. Yox, bunlar belə eləməzlər. Amma o körpə uşaqların qanını tökməyə gərək qovasan onu, o həddəcən ki, açılsın mahiyyəti. Odur ki, Əliəsğəri də aparır. Əliəsğəri də aparır ki, onun qanının tökülməsi ilə batilin iç üzünü açsın, ortaya qoysun. Eşqə ağıl lazımdır ki, hesablasın.